Dəyərli izləyicilər, hadisənin təfərrüatını öyrənmək üçün indi biz ərazidə olan əməkdaşımız Qasım Xulufluya bağlanırıq. O hazırda bizimlə canlı bağlantıdadır. Salam Qasım, buyurun. Cinayətin detallarını sizdən eşidək. Salam Murad, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi gecə saatlarında Yasamal rayonu ərazisində 2 nəfər güllələnib. 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamaliyev ağır yaralanıblar və onlar hər ikisi xəstəxanaya yerləşdirilib. Təbbin bir neçə dəqiqə əvvəl yaydığı məlumatda xəsarət alanlarla bağlı qeyd olunur ki, 16 oktyabr saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər klinik tibbi mərkəzin təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hazırda onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralı şəxslərdən birinin sol budunda sınıq, digərində isə sol budunun kəsilmiş, deşilmiş yaraları diaqnozu qoyulub. Biz hazırda sizin də qeyd etdiyiniz kimi hadisə yerindəyik. Hadisə Yeni Yasamal ərazisində kafelərdən birinin yaxınlığında baş verib. Hələ tam dəqiq məlumat yoxdur ki, hadisə kafenin içərisində yaxud da çölündə baş verib, amma polis əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir. Araşdırmaların sonunda daha detallı məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bizdən bu qədər, buyurun söz sizdədir. Təşəkkürlər Qasım, ətraflı məlumatlar üçün. Davam edirik. Bəzən yer tapmaq olmur.